Avarların sühülü dediği azlanmanı göstərəməz. Əti doğruq qoyuruq bişmağı. Quru ətin piyindən istifadə edirik. Tomat yağı da bunu yaxşı əridib supun üstünə əlavə edirik. Xəmiri yoğurmağa başlayırıq. Xəmir olduqca yumşaq olmalıdır ki, onu eşəndə bizə çətin olmasın. Bunu sonra açırsınız. Bir barmaq qalınlığına və ya 1 santim götürə bilərsiniz. Yayırsınız, belə zolaqlar eləyirsiniz, əllə onu yumuluyursunuz. Belə 2 buğumluq hissələrə bölüb barmağınızla eşirsiniz bunu. Bu formaya gələndən sonra atırsınız bunu qaynamağa. Bunlar tam qaynayıb bişəndən sonra süzürsünüz. Üzərinə bayaq ki ət çorbasından əlavə edirsiniz. Bunu yeyilmə qaydası budur. Yanında mütləq sarımsaq da olmalıdır. Bəzi yerlərdə hətta yanında kartof da verirlər. Hazırlamaq istədiyiniz adamlara göndərin. Nuş olsun. Çox ləzzətli bir dənə şirniyyat hazırlama reseptini göstərəcəm mən sizə. Mütləq hazırlayın. Göstərdikləri hamısını əlavə edirsiniz. Onu qəşəng ələkdən keçirib yaxşıca əllə qarışdırırsınız. Bu formaya gələnə kimi qarışdırın. Sonra qabların içini belə yağlayıb üzərindən belə hər yerinə yeridirsiniz. Bunu artıq qalan hissəni bıçaqla götürün ki, çox səliqəli və ləzzətli görünsün. Sonra bu alman sorusu qabıqlarını qəşəng rəndədən keçirəndən sonra tavaya əlavə edirsiniz. Tavada bu biraz suyu çıxır. Çıxandan sonra şəkər tozunu əlavə birlikdə qarışdırırsınız. Suyu çəkiləndən sonra üzərinə darçın və kişmişləri əlavə edib biraz qarışdırırsınız. Həmən balaca qabların içərisində bunu yerləşdirin. Həmən xəmirdən biraz saxlayıb soyuducuda dondurmaq lazımdır. Onu rəndələyib üzərinə əlavə edib qoyuruz pişməyə 170 dərəcədə yarım saat 40 dəqiqənin üzəri qızarana qədər pişsə bəsdir. Çox ləzzətli alınır. Mütləq hazırlayın. Gələsi adamları servis edə bilərsiniz. Uşaqlara məktəbə aparmağa da verə bilərsiniz. Hazırlama yaddan çıxarmayın. Bol kimi bir dənə tortun reseptini verirəm mən sizə. Belə reseptlər üçün izləməyi yaddan çıxartmayın. Balı biraz əridəndən sonra üzərinə soda atıb qarışdırırıq. Sonra üzərinə kərəyə əlavə edirik. Yumurtalar üstünə bir tutam duz, üstündə də şəkər tozu əlavə edib yaxşı ağır bağlayıb çırpırıq bunu. Sonra həmən ki birinci qarışma əlavə edib üzərinə un da əlavə edib yaxşıca bunu qarışdırırıq tək bir dənə rəng olana kimi. Çox qalın sərmirsiniz bura, yarım santim olsa bəs eləyir. Belə hər tərəf çıtası kimi. Kremin hazırlamaq üçün süddür, yumurtadır, kraxmaldır, undur. Bunların hamısını üstünə açıqlamada yazacağım. Vanildə əlavə edib. Hamısı bişəndən sonra yağ əlavə edirsiniz, sonra pesok əlavə edib təzədən qarışdırırsınız. Ən sonunda molokon əlavə edirsiniz. Çox ləzzətli bir dənə krem alınır bu. Sonra belə biskviti götürürsünüz, onun kənarlarını özünüz birinci hansı formada hazırlayacaqsınızsa o formada kəsirsiniz, kənarlarını saxlayıb üyüdün, sonra ən üstə biz istifadə edəcəyik ona. Biskvitləri belə qatlarını bol krem yaxırsınız, sonra üzərinə bu unutlarını əlavə edirsiniz, hər yerini çatacaq şəkildə. Bunu mütləq ən azı 1 saat ya da 2 saat gözlətməlisiniz. Ondan sonra çox ləzzətli, ideal bir tort alınır. Hazırlayacaq olanlara nuş olsun. Bu fərəl. Bu da fərəl. Bu da fərəl. Bu da fərəl. Bu da anam fərəl. Bu xoruzdur. Avam sallanan hamısı xoruzlar. Dünyanın ən gözəl yeməyidir. Yoldaşım məndən soruşdu, Əmrah, mənə bu xəngəl hazırlaya bilərsənmi? Deyim, niyə də yox. Tezbaza quru əti götürüb doğradım, qoydum bişməyə. 3 saat yarımdan daha çox belə bişəndən ayrılana kimi qoyun bişsin. O ət bişməyə çox az qalmış. Yumşaq bir dənə xəmir yoğurdum. Xəmir çox qalın yox, nazik. Özünüz istəyən qədər başdan nazik aça bilərsiniz, sonradan dartıb uzada da bilərsiniz. Üzərinə yağ əlavə elədim, bitki yağı da olar, kərə yağı da olar, zövqünüz necə istəyirsə o formada. Tam belə kəsdim, ya paxlava formasında kəsin, ya kvadrat, baxın zövqünüz nə tər istəyirsə. Xəmiri açmazdan əvvəl kartofları qoyun bişməyə, üzərinə bir dənə dəmir də qoya bilərsiniz. Birbaşa ətin üzərindən xəmir də düzə bilərsiniz. Üzərindən xəmirlə düzdükdən sonra 3-4 düzməyə qorxmayın, yapışmaya da. Ən üstdəki xəmir bişəndən sonra götürürsünüz. Bunu da yemək qaydasını mən sizə göstərirəm, çox rahatdır. Birinci kartofu götürürsünüz, əzirsiniz. Suyundan biraz əlavə edirsiniz. Xəngəli götürdünüz. Kartofdan bura ortasına qoyursunuz belə. Quru əti də qoyursunuz. Bükmələdin bir dəfəyə. Dünyanın ən gözəl yeməyidir. Nuş olsun. Necə hazırlandığını bilmirdin, amma dadını bilirdin. Bunun üçün lazım olanları birinci qəşəng qarışdırırsan, resepti aşağıda tam yazacağım. Yaxşıca yoğrulduqdan sonra qoyursunuz belə kənarda bir balaca dincəlir, bir yarım saat kimi belə deyək. Özünə gəlindən sonra 2 hissəyə bölüb uzadırsınız, belə balaca kündələr düzəldirsiniz. Bu kündələr yenidən qoyursunuz kənara, orada yeni dincəlir. Bir balaca açırsınız, qoyursunuz kənara, yeni dincəlir. Sonra belə uzun kəndir kimi açırsınız. Kəndiri tam ortasına tutub bu formada vurursunuz. Əllə də vura bilərsiniz, necə razı, yəni qaydası budur kitabla. Sonra həmən hissəni birləşdirirsiniz, əlinizlə göstərdiyin kimi. Bunu belə deyək, halqa var şəkildə düzəldirsiniz, qoyursunuz biraz dincəlir. Sonra bəkməzi suya, ardınca da küncütə boyursunuz, qoyursunuz kənarda bir 5-10 dəqiqə gözləyir. Gözləyəndən sonra 180 dərəcə fırında bişirirsiniz.
Şef de dadına baxdı, bəyəndicə bişirmək olar. Hazırlayasılar hamısından nuş olsun. Əsl ləzzətli tart hazırlamaq istəyirsə, bunun üçün bizə lazım 1 stəkan şəkər tozu, üzərinə yumurta, un, qabartma tozu, duru yağ, kərə yağı əlavə edib yaxşıca əllə qarışdırırıq. Bunları qarışdırdıqca belə çox gözəl iyi gələcək. Bu qalınan xəmirdən bir hissəni götürüb dondurucuda saxlayırıq bir yarım saat. Göstərin ki, qabı əvvəlcədən hazırlayırsınız və bunun üzərinə həmin ki xəmiri yayırsınız, əlinizdən 1 sm qalınlığında olsa bəs eləyir. Qabın hər yerinə çatdırmağa çalışın. Tam göstərdiyim kimi eləyərsiniz. Şəkər tozu üzərinə 3 stəkan süd əlavə edirsiniz, üstünə un, üzərinə də nişasta, bir dənə yumurta və rəndelənmiş limon qabığı əlavə edib yaxşıca qarışdırırsınız. Vam xodda bunu durmadan qarışdıra bişirirsiniz. Bu hala gələnə kimi qarışdırın. Bəy hazırladığınız kimi belə içinə hər yerə yayın. Üzərinə vişnə, mavi gilə, çiyələk hansından qalıbsa əlavə edirsiniz. Bayaq ki xəmiri də üstünə rəndələyib əvvəlcədən qızdırılmış sobada 180 dərəcədə alt üst rejimdə bişirirsiniz. Resepti yaddan çıxarmamaq üçün save eləyin. Nuş olsun. Kimə göndərməyə lazımdır bilirsiniz. Chanel brendindən bir cüt rezin qalaş almışdım. Giyindim onları, düşdüm bağın ayağına, giydim biraz xalyar yığım oradan. Xalyar çox faydalı bitkidir. Ürək damara, təzyiqə hamısına faydası var. Xalyar yığıb gəldim onun soyuq suyuna bir dənə yudum ki o arada qalan çör-çöp hamısı təmizlənsin. Süzəndən sonra bunu qoyursunuz qaynamaya, yumuşalanda götürürsünüz. Kərə yağı əriyir, üzərinə bunu duz əlavə edirsiniz və 3 dənə yumurta vurub qarışdırırsınız. Yumurta çox və ya az ola bilər. Çox ləzzətli olur. Bu bişəndən sonra mən bu da artıq diyetadayım, çörək yemirəm. Bunu ona görə adi xəngəllə yedim. Çox ləzzətli olur. Demək olar ki artıq bunun sezonu bitir, bitmədən yiyin. Hamınıza nuş olsun.